Gənclik illərində nə üçün peşman olmusunuz? Qayıtsaz nəyi dəyişərdiniz? Mən çox stresslər keçirdim gənclik illərində. Çox özümə baxmadım. Düzgün özüm haqqında düz fikirləşmədim. Xəstəliklər oldu. İndi gənclik illərinə qayıtsam elə eləmərəm. Gənclik illərin qədrini bilmək lazımdır. Onu atamı xatırlayıram həmişə. İnanırsınız, cavan vaxtı insan biraz cavan olur da. Deyirsən ki, nə çox məsləhət verir, nə çox belə. Amma indi özüm yaşdaşmışam. Fikirləşirəm, atam necə gözəl məsləhətlər verilmiş. Elə mən o məsləhətlərə qulaq asmışam. İndi özüm də yolla gedirəm. Balakən rayonunda Filizkay yatağında işləmişəm 15 il. Dövlət nəzarətində işləmişəm. Çətin şəraitdə işləmişik, çox çətin. Peşman da deyiləm. Tövsiyə edirəm ki, İşləyək, işləyin, bəli. işimizdə Həzz möhkəm alın, olaq. öz işinizdən həzz alın. Bəh. Sağlamlığımızı bəs necə? Mütləq qoruyun, o sözsüz. Mən gəncliklərimə qayıtsaydım, həyat yoldaşıma daha diqqətli olardım, daha diqqətli. Anam böyründə çox oturardım. Mən istəyərdim yenə doğma şagirdlərimə qayıdım. Yəni onlar qarşısında sinif müəllimi, siz bilirsiniz, ibtidai sinif müəllimi ikinci valideyn deməkdir. Bəs sağlamlığınızın qeydinə necə qalmısınız? Düzü yoldaşım mənə çox dayağı olubdu. Mən də sizə Ocean'dan, Orzax'ın bax bu məhsullardan D3, K2 vitamini, kompleks formulalı Gözəl. vitaminlər var, onu hədiyyə edəcəm. Balıq yağı var, bunlar da çox önəmli, çox vacibdir və ən əsası maqnezium. Sağlamlığın qədrini bilmək üçün heç zaman gec deyil. Buyurun, hər zaman sağlam olun. Çox sağ olun. Bu hədiyyə də bizdən sizə bir gənclik hədiyyəsi olsun. Gəncdən yaşlı nəslə bir hədiyyə. Gəncliyin yaşı olmur, lakin gənclik yaşı unudulmaz və ələ düşməzdir.